Salam değerli izleyiciler, hoş gördük hər birinizi. Sizinle bugün adi ve onluq kəsirlər mövzusunun izahına baxacağıq. Ötən videolarımızda natural ədədlər bölməsini tamamilə bitirdik. İzləməyən əgər şagirdlərimiz varsa qayıdıb videonu izləyə bilərlər. Siz də belə bu cür videolardan və növbəti videolardan xəbərdar olmaq istəyirsinizsə, kanala abunə olun və bildirişlər bölməsini açıq tutun. İndi isə keçirik dərsimizin izahına. Dərsimiz nədən bəhs edir? Adi və onluq kəsirdən. Adi kəsiri izah eləyək, sonraki hissədə onluq kəsiri izah eləyərik. Kəsir anlayışı nədir? Əziz izləyicilər, kəsir anlayışını mən sizlərə izah edeyim. Baxın, bura bir xətt çəkirəm, yuxarıya A yazıram, aşağıda B yazıram. Bu nədir? Bu kəsir adlanır bu ifadə. Burada çəkdiyim xətt kəsir xəttir. Yuxarıda yazdığım A sürət, B məxrəc adlanır. Yəni kəsirimiz sürətdən və məxrəcdən ibarət olur. Bəs yaxşı, dərsin adında dedik adi və onluq kəsir. Adi kəsir nə deməkdir? Deməli kəsirlər iki cür olur. Adi kəsirlər və kəsirlər. Adi kəsirlər nəyə deyilir? Baxın, burada yazdığım AB ədədləri var ha. Burada A da natural ədədlər çoxluğu olmalıdır. B də natural ədədlər çoxluğu olmalıdır. Yəni, belə açıq lori dildə desək, A və B müsbət ədədlər olmalıdır. Yəni, adi kəsirimiz bunu bizdən tələb edir. Məsəl üçün, burada nümunə kimi 2-də 1, %99, istənilən kəsir yazmaq olar, 3-də 4. Bunların hər biri adi kəsir adlanır. Aydındırmı? Bəs yaxşı, kəsir nəyə deyilir? Yenə mən bura yazıram ki, surətdə A, məxrəcdə B, yəni B-də A kəsirini yazıram. Bu zaman kəsir anlayışı olması üçün A bütün ədədlər çoxluğu, B natural ədədlər çoxluğunu ödəməlidir. Yəni A bütün ədədlər çoxluğu deyəndə nəyi nəzərdə tutur? Mənfi və müsbət ədədlər çoxluğunun hər biri A-ya daxildir. Yəni mən yaza bilərəm bura mənfi 2-də 1. Bu kəsirdir. Yəni buna mən adi kəsir deyəmərəm. Çünki burada nə var? Mənfi işarəsi var. Mənfi, indi biraz mənfi işarəsi çox böyük düşdü burada. Belə yazaq. Mənfi 3-də 4. Baxın, bu kəsirdir. Bəs 3-də 4-ün özü, bəli, 3-də 4-ün özü kəsirdir. 3-də 4 həm adi kəsirdir, həm də ki kəsirdir. Yəni buradan bir nəticə ortaya çıxır ki, bütün yazılan kəsirlər mənfili, müsbətli hamısı kəsir adlanır. Müsbət olanların hər biri də nə adlanır? Adi kəsir adlanır. İndi isə keçirik bunların həmsini təmizləyək ki, sizlər üçün daha rahat izah edə bilək. İndi keçirik nəyə, əziz izləyicilər? Adi kəsirlər neçə yerə bölünür? Adi kəsirlər 2 yerə bölünür. Birinci, düzgün olan kəsirlər. İkinci, düzgün olmayan kəsirlər. İndi bunlara ayrıca sizə izah eləyəcəm. Düzgün kəsirlər nəyə deyilir? Düzgün kəsirlərin sürəti məxrəcdən hər zaman kiçik olmalıdır. Yenə mən yazıram burada məxrəcə B, sürətə A. Burada nə dedik biz tərifdə? Bunu siz təbii ki qeyd edirsiniz özünüzdə. Sürət məxrəcdən hər zaman kiçik olmalıdır. Yəni bu şərt ödənirsə bizim kəsirimiz düzgün kəsir adlanır. Buna nümunə kimi mən yaza bilərəm. 2-də 1 kəsirini, 27-də 22 kəsirini və yaxud en sayda kəsir yaza bilərəm ki, sürətlər məxrəcdən balaca olsun. Sürət məxrəcdən balaca olsun. Bu zaman mənim kəsirim adlanır düzgün kəsir. Bəs yaxşı, düzgün olmayan kəsir nə deməkdir? Düzgün olmayan kəsirin sürəti hər zaman məxrəcindən böyük olur və yaxud da ona bərabər olur. Yəni, baxın, A, B yazdım bura, sürətdə A, məxrəcdə B. Bu zaman həmişə, hər zaman ödənilir hansı ifadə? A böyük bərabərdir. Böyük bərabərdir, biraz yaxşı düşmədi. Böyük bərabərdir B. Yəni, nə deməkdir? Nümunə kimi sizə yazıram. 3-də 4 kəsiri. Burada 4 3-dən böyükdürmü? Bəli, sürət məxrəcdən böyükdür. Bu düzgün olmayan kəsirdir. Və yaxud da 5-də 9 kəsiri. Sürət məxrəcdən böyükdürmü? Böyükdür. Bu kəsirim mənim nədir? Düzgün olmayan kəsirdir. Bəs axı mən burada dedim A B-dən böyük və ona bərabər olduqda. Yəni mən belə bir kəsir yaza bilərəmmi? Yəni kim mənə bunu qadağa qoya bilər? Əlbəttə yaza bilərəm. 5-də 5 kəsir. Bu ifadə 1-ə bərabərdir, düzdürmü? Zaten 1-ə bərabər olduğu üçün 5-də 5 formasını yaza bilərəm. Bəli, burada nə bir nəticə meydana çıxır? Sürət də 5-dir, məxrəc də 5-dir. Bu zaman mənim kəsirim yenə də düzgün olmayan kəsirdir. Çünki bəzi misallarda qarşınıza çıxa bilər ki, sonda ala bilərsiniz ki, kəsirin sürət və məxrəcindən məsəl üçün 4-4 qaldı. Soruşa bilər bu nədir? Bu ifadə təbii ki 1-ə bərabər, düzdürmü? Deyəcəksiniz ki, bu düzgün olmayan kəsirdir.
Yəni sürəti məxrəcinə bərabər olmuş oldu. İndi burada bəzi düzgün olan və olmayan kəsrə aid hissələr var ki, onları deyim sizə. Nədir o hissələr? Düzgün kəsirlər hər zaman 0-1 aralığında qiymət almalıdır. Yəni 0-1 aralığında qiymət almalıdır. Düzdürmü? Nəyə əsasən? Bax, dedik bayaqları sürət məxrəcdən kiçik olsun. 2/1 kəsirin qiymət nəyə bərabərdir? 0,5. Nədir? 1-dən kiçikdir. Düzdürmü? Yəni hər zaman bu ifadənin qiyməti ödənilməlidir. Kəsirin qiyməti hər zaman 0-1 aralığında olmalıdır. Düzgün olmayan kəsirlərin isə hər zaman 1-dən böyük və yaxud da ona bərabər olmalıdır. Yəni A böl B ifadə bayaq yazdıq düzgün olmayan kəsirlər üçün. Bu hər zaman böyük bərabərdir olmalıdır 1. Ya ona bərabər olmalıdır və yaxud da ki 1-dən böyük olmalıdır. İndi isə qarışıq ədədləri izah eləyək. Qarışıq ədədlər nəyə deyilir? Yəni qarışıq ədədlər necə yazılır? Misal üzərində mən nümunə kimi yazaraq sizə bunu izah eləyəcəm. Qarışıq ədədlər baxın bu formada görsənilir. Kəsir xətti çəkilir. MBA. İndi bunlar nədir? Təbii ki, bildik bayaqlar A sürətli B məxrəcdir. M də onun tam hissəsidir. Yəni ki, burada ortada baxın, burada görünməyən vurma işarəsi var və yaxud da ki, bu ifadə bu da deməkdir. Baxın. Yəni eyni şeydir. Bunlar eyni şeydir. Bu ortada olan üstəgəlmə və yaxud da ki, vurma eyni şeydir. Məsələn, bunu indi qarışıq ədədimizi necə çevirəcəyik biz düzgün olan kəsirə və yaxud düzgün olmayan kəsirə? Baxın. Məsələn, buraya yazıram 3/2. Bunu normal kəsirə çevirməyin qaydası bundan ibarətdir ki, məxrəc hər zaman yerində qalır. Yəni istənilən bir kəsir yazanda bunu düzgün olmayan kəsirə çevir deyəndə məxrəc hər zaman yerində qalır. Qarşıda yazdığımız 3, yəni qarşıda yazdığımız ədəd vurulur məxrəcə. 3 vurulsun 2. Üzərinə gəlinsin sürətdəki ifadə. Bərabərdir. Mənim yazdığım ifadə nə olur? 6, 7. 7 bölünsün 2. Bunu mən M-lərlə yazdığım üçün burada necə ifadə eləyə bilərəm? B hər zaman yerində qalır. M vurulsun B, üzərinə gəlinsin A. Baxın, bu ifadəni yazaraq, bu ifadə hər zaman onu ödəyir ki, qarışıq ədədi biz düzgün olmayan kəsirə çevirə bilərik. İndi isə kəsirimizin əsas xassəsi nədir? Onu izah eləyək. Kəsirin əsas xassəsi ondan ibarətdir ki, əziz şagirdlər, kəsirin məxrəcini və surətini istənilən sıfırdan fərqli eyni ədədə vurub və yaxud bölə bilərik. Aydındırmı? Bunu bir qayda olaraq yazırsınız ki, kəsirin əsas xassəsi ondan ibarətdir ki, kəsirin sürət və məxrəcini sıfırdan fərqli istənilən bir ədədə vura və yaxud da ki, bölə bilərik. Yəni, burada nə edə bilərəm? A vurulsun 4, B vurulsun 4. Bu zaman mənim kəsirimin heç bir qiyməti dəyişməyəcək. Yəni, bunlar bir-birinə bərabər olacaq. Öncəki halı və sonraki halı. Aydındırmı? Bu niyə bizə lazım olacaq? İrəlidə indi izah edəcəm ki, nə üçün kəsirin ixtisarında və yaxud digərlərində müqayisəsində bizə lazım ola biləcək. Ən çox müqayisədə lazım ola biləcək bizə. Aydındırmı? Yəni, kəsirin surət və məxrəcini istənilən sıfırdan fərqli eyni ədədə vura və yaxud da bölə bilərik. Bu, kəsirin əsas xassəsidir. İndi isə gəldik kəsirlərin ixtisarına. Kəsirlərin ixtisarı nə deməkdir? Baxın, mən burada bir kəsir yazıram. Məsəl üçün, 16-da 12 kəsiri. Bir adi kəsirdir. Və mənə deyir ki, bu kəsiri ixtisar edin. Mən kəsiri necə ixtisar eləyə bilərəm? Kəsiri ixtisar etmək üçün kəsirin surəti və məxrəci eyni ədədə bölünməlidir. Baxın, surət və məxrəc eyni ədədə hansına bölünür? Ən böyük indi götürürəm, 12-ni 16 üçün nə var? 4 var. 12 4-dən neçə dəfə bölünür? 3 dəfə. 16 4-dən neçə dəfə bölünür? 4 dəfə. Mən bu kəsiri ixtisar eləyən zaman yeni kəsirim 4-də 3 alındı. Aydındırmı? Kəsirin surət və məxrəcini eyni ədədə böləcəyi və bu zaman ixtisara getmiş olacaq. Yazıram bura 20-də 8 kəsiri. İndi siz mənə deyin. 8-dən 23-ün ortaq bölən nədir? Baxıram ki, burada 4-də bölünürmü? Bəli, 4-dən neçə dəfə bölünür? 2 dəfə. 4-dən neçə dəfə bölünür? 5 dəfə. Kəsirimi ixtisar eləyən zaman yeni kəsirim 5-dəki kəsiri alındı. Bu qədər sadə. Aydındırmı? Yəni buna misal olaraq yüzlərlə belə bir kəsir yaza bilərik biz. 8-də 2 kəsiri məsəl üçün. Neçəyə ixtisar? 2 2-yə bölünürmü? Bəli, 1 dəfə. 8 2-yə bölünürmü? Bəli, 4 dəfə. Yeni kəsirim nə olur? 4-də 1. Mən bu kəsirimi ixtisar etdim. Nə alındı? 4-də 1. İndi bu ixtisar zamanı sizə bir
qayda deyəcəm. Necə? Məsələn, sizin qarşınıza belə bir sual çıxa bilər ki, çıxacaq ki, testlərdə. Məsələn, uzun bir ədəd verilə bilər bizə. Mən bunu hərflərlə yazacağam. Məsələn, DC, bura indi düşmədi bu. Bu hissəni sildik. Baxın, yazıram bura. DA, DA, DA. Bir sizdə üzərindən xətt çəkilən zaman, yəni bu üzərində xətti gördünüzsə, deməli bu bütöv bir ədəddir. Aydındır mı? Bütöv bir ədəddir. İndi aşağıda B, bir hərf yazım istənilən B, biraz yaxşı düşmədi burada. B, Y, B, Y, B, Y. Yəni bu da mənim növbəti bir ədədimdir. Bizə bu formada ədəd verilsə və desə ki, bu kəsiri ixtisar edin. Baxın, təkrarlanandır. DA, DA, DA. Yəni eyni rəqəmlərlə təkrarlanıb bu, düzdürmü? Bu zaman əgər rəqəmlər təkrarlanırsa, mən ilk iki eyni rəqəmi götürüb kəsirimi ixtisar edə bilərəm. Yəni yeni mənim kəsirim necə adlanacaq? DA ədədi ilə BY ədədi. Aydındır. Mən uzun-uzadı bunlar üçün ortaq məxrəc tapım, bunlar üçün ixtisar olunacaq böləni tapım. Yəni heç bir şeyə ehtiyac yoxdur. Sadəcə olaraq təkrarlanan ədədləri eyni formada ixtisar edə bilərəm. Mən bunu rəqəmlərlə yazıram bura. 14, 14, 14. Bu ədədimiz necə oxunur? 141.414, düzdürmü? Burada da 25, 25. Yəni təkrarlanan ədədlərdir. 25. Bu da 252.525. Oxunurmu? Oxunur, düzdür. Mən görürəm ki, mənim burada ədədlərim təkrarlanan ədədlərdir. Sürətdə də, məxrəcdə də. O zaman mən nə edirəm? İlk iki dənəsini götürürəm. Mənim kəsirim adlanır 14-də 25. Yəni ixtisar olunmuş forması budur mənim kəsirimin. Aydındırmı? Yəni siz sabah bir gün testlərdə görəndə ki, belə bir ədəd verilib mənə bu boyda, mən bunu necə ixtisar eləyəcəm deyə qəti düşünməyin. Və bu da sizi qəti qorxutmasın. Eyni təkrarlananı gördünüzsə, ilk ikisini götürürsünüz, sürət məxrəcdə eyni də yerinə yazırsınız. Aydın oldu mu? Ümidvaram ki, bunlar sizə tam formada aydın olur. İndi gəlirik kəsirlərin müqayisəsinə. Kəsirlərin müqayisəsindən kiçik bir hissə bəhs eləyəcəm və ardını növbəti videoda sizlərlə bölüşəcəm. Kəsirlərin müqayisəsində birinci növbədə məxrəcləri bərabər olan kəsirləri necə müqayisə edirik? Məsəl üçün, 4-də 3 ilə 4-də 7 kəsirini deyir ki, müqayisə elə. Müqayisə elə baxım görüm ki, bunlardan hansı kiçikdir, hansı böyükdür. Və qayda olaraq siz bunu yazırsınız ki, məxrəcləri eyni olan kəsirlərdən sürəti böyük olan kəsir hər zaman böyükdür. Aydındırmı? Bir də təkrar edirəm. Məxrəcləri eyni olan kəsirlərdən, baxın yenə bir dənə yazıram, məxrəcləri eyni olan kəsirlərdən, görürsünüzmü? 3-dür, 3-dür, məxrəc eynidir. Sürəti böyük olan kəsir hər zaman böyükdür. Bu qayda kimi yazırsınız və hər zaman da bu qayda ödənilir. Əziz şagirdlər, növbəti davamını, yəni part 2-ni növbəti videoda çəkib sizlər üçün təqdim eləyəcəm. Qısa-qısa videolar çəkirik ki, bu videolar sizə daha faydalı olsun. Sizlər daha səmərəli bu videolardan yararlana biləsiniz. İndi əziz şagirdlər, növbəti videoda sizlərlə görüşənədək hələlik.